Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin birlikdə Namazovun qiymətləndirmə vəsaitindən tam hissə modelinə aid məsələlərin izahına baxaq. Qeyd edeyim ki, bu məsələlər səhifə demək 28-də olan tapşırıqlardır. Gəlin birinci məsələmizə baxaq. Demək uşaqlar, mövzumuzun adı tam hissə modeli olduğuna görə biz tapşırıqları, məsələləri tam hissə modeli ilə yerinə yetirərik. Birinci sualımıza baxaq. Deyir, biri digərindən 4 dəfə böyük olan 2 ədədin cəmi 240-dır. Bu ədədlərdən böyüyü neçədir? Baxın, biri digərindən 4 dəfə böyük olan 2 ədəddən söhbət gedir. Birinci ədəd, bir də ikinci ədəd. Və ədədlərin birini bilmədiyimə görə ədədlərin birinə 1 kvadrat veririk, belə deyək. Digəri ondan 4 dəfə böyük olduğuna görə 1 kvadratı 4-ə vursa neçə kvadrat olacaq? 4 kvadrat. 1, 2, 3, 4 dənə kvadrat. Və bunların cəmi biz böyük mötərizə ilə, bu işarənin adı böyük mötərizədir. Böyük mötərizə ilə göstəririk. Və bunların cəmin mötərizədən sonra yazırıq. 240-a bərabərdir. Demək, birinci ədədimiz budur, ikinci ədədimiz bu 4 kvadratdır. Biz bu kvadratların belə deyim də toplasaq, yəni 1 kvadrat, bu da 4 kvadrat. Neçə kvadrat olacaq? 5 kvadrata bərabər olacaq. Bu formada da yazmaq olar. Bu 5 kvadrat bərabər olacaq 240-a. Demək, 240 neçə kvadrata bərabərdir? Eyni kvadratdan söhbət gedir. 5 dənə kvadrata bərabərdir. Buna görə də 240-ı biz bölürük 5-ə. Bərabərdir. 24-ün içində 5 4 dəfə, 40-ın içində 5 8 dəfə. Demək, 1 kvadratımız 48-ə bərabərdir. Baxın, kvadratların biri 48-ə bərabərdir. Bax, bunların içindən yazıram. 48, 48, 48, 48. Yenə deyirəm, uşaqlar, yəqin ki, sizə aydın oldu ki, bu 5 kvadratı hardan aldıq? 1 kvadrat bu yuxarıdakı, 4 kvadrat da aşağıdakı. Bunları topladıq. 5 kvadratı aldıq. Demək, 1 kvadratımız 48-ə bərabərdir. Bizə burada deyir ki, böyük ədəd neçədir? Yəni, bu ədədlərdən böyüyü neçədir? Təbii ki, böyüyü aşağıdakıdır da, düzdürmü? Çünki böyüyü 4 dənə kvadrata bərabərdir, amma kiçiyi 1 dənə kvadrata bərabərdir. 4 dənə kvadratı tapmaq üçün 1 kvadratımız 48-dirsə, 4 kvadratı tapmaq üçün 4-ü vururam 8-ə, 32, 2 yazıram, 3 yadda. 4-ü vururam 4-ə, 16, o da 3, 19. Doğru cavabımız demək A variantıdır. Keçək digər ikinci sualımıza baxaq. Bizə deyir ki, burada biri digərindən 7 dəfə, baxın, bundan söhbət gedir, böyük olan 2 ədədin fərqi 456-dır. Bu ədədlərdən kiçiyi neçədir? Biri digərindən 7 dəfə böyüdür. Baxın, biri digərindən 7 dəfə böyüdür. Biz digərini bilirikmi? Xeyr. Digərinə 1 kvadrat verək. Biri o birindən 7 dəfə böyüdürsə, 1 kvadratı 7-yə vuranda neçə olacaq? Biri, uşaqlar, 7-yə vuranda neçə olur? 7. 1 kvadratı da 7-yə vuranda 7 kvadrat olur. 1, 2, 3, 4, 5, 6, 7. Uşaqlar, biz bunu bu formada da yaza bilərik. Uzatmamaq üçün 7 kvadrat. Amma belə yazıram ki, sizə aydın olsun. 7 kvadratdır və bunların fərqi 456-ya bərabərdir. 456. Fərqi nə deməkdir uşaqlar? Yəni, birindən o birini çıxarıqsa 456 olar. Təbii ki, biz 1 kvadratdan 7 kvadratı çıxa bilmərik ki. Biz 7 kvadratdan 1 kvadrat çıxa bilərik. 7 kvadratdan çıxırıq 1 kvadrata. Neçə kvadrat olacaq? 6 kvadrat. Və 6 kvadrat neçəyə bərabərdir? Fərq dediyinə görə uşaqlar çıxdıq. Cəm desəydi toplayardıq. 6 kvadratımız 6 kvadratımız bərabərdir 456-ya.
6 dənə kvadrat 456-ya bərabərdirsə, 456-nı biz bölməliyik neçəyə? 6-ya. Birini tapaq. 45-in içində 6 7 dəfə, 7-ni 6-ya vuranda 42, orada qalır 45-dən 42 çıxanda siz çubuqlu bölməklə də həll bölüb bunu tapa bilərsiniz. Demək 36-nın içi də 6, 6 dəfə. Demək ədədlərdən bir kvadratımız 76-ya bərabərdir. 76. Bizə nə deyir burada? Bu ədədlərdən kiçiyi neçədir? Və kiçiyi bir kvadrat olduğuna görə də 76-dır. Yox, böyüyün soruşsaydı, axı bir kvadratımız 76-dır. Hamısı bunlar 76-dır. Baxın, bir-bir yazıram bura. Əgər bizdən böyüyün soruşsaydı, biz 76-nı 7-yə vurardıq. Amma kiçiyin soruşduğuna görə biz bir kvadratı tapdıq. Bu bir kvadrat da ki 76-ya bərabərdir. Bu da ikinci sualımızın cavabı. Üçüncü sualımıza baxaq. Silək buradan. Demək, üçüncü sualda bizə deyir ki, ananın yaşı qızının yaşının 7 misli qədərdir. 7 misli 7 qatı deməkdir. Baxın uşaqlar, bir burada ana var, bir də qızı var. Ananın yaşı qızının yaşının 7 misli qədərdir. Biz bəyəm uşaqlar qızın yaşını bilirikmi? Xeyr, bilmirik. Qızın yaşını bilmədiyimizə görə qızın yaşına bir kvadrat deyirik. Ananın yaşı bunun 7 misli qədərdirsə, bir kvadratı 7-yə vururuq. Baxın uşaqlar, belə də yaza bilərik. Kvadrat vurulsun 7 də yaza bilərik. Amma hələ bu formada yazmırıq da, tam bunu öyrənək sonra. 7 kvadrat yazıram. 1, 2, 3, 4, 5, 6, 7. 7 misli qədərdir. 6 il sonra onların yaşları cəmi 44 olacaq. 6 il dediyinə görə qızın da 6 yaşı artacaq. Ananın da 6 yaşı artacaq. Çünki il keçdikcə hamının yaşı eyni il qədər artır. Və bunların yaşları cəmi 44 olacaq. 44 olacaq. Tam hissə modelimizi qurduq. Tam hissə modelini düzgün qurmaq məsələnin 50%-in həll etmiş kimi həll etmək deməkdir. Yəni, tam hissə modelinə uyğun olaraq məsələmizi həll edək. 44-dən əvvəlcə bu üstə gəl 6, üstə gəl buradakı aşağı altda yazılmış 6-ları çıxırıq. 44 çıxılsın 6 hissə yazıram, çıxılsın 6. Yəni birbaşa 12 də çıxa bilərdim, amma siz görəsiz deyənə bu formada yazdım. Demək 44-dən 6 çıxdıq 38, 38-dən də 6 çıxdıq qaldı 32. Bu 6-ları çıxandan sonra burada nə qalır uşaqlar? Ancaq kvadratlar qalır. Neçə kvadrat qalır? Yuxarıda 7 kvadrat qalır, aşağıda 1 kvadrat. Demək 8 kvadrat qalır. 8 kvadratımız bərabərdir 32-yə. 1 kvadratı tapmaq üçün nə edərik uşaqlar? 32-ni bölərik 8-ə. Bərabərdir 4. Demək, 1 kvadratımız 4-ə bərabərmiş. Baxın, hər bir kvadrat 4-ə bərabərdir. Hamısının içinə yazıram mən bunları bir-bir. Və bizdən nə soruşur? İndi ananın neçə yaşı var? İndi deyir ha. Ananın indiki yaşı, baxın bu kvadratlardır, 7 kvadrat. Üstə gəl 6-nı hesablamırıq ha. Bu 6 il sonraki yaşı olacaqdır. İndidən söhbət gedirsə, 1 kvadratımız 4-ə bərabərdir. Ananın da indiki yaşı 7 kvadrat qədərdirsə, 4-ü vurarıq 7-yə bərabərdir, vurmadı bu. 28. Ananın indiki yaşı 28-ə bərabərdir. Bu da belə. Keçək növbəti sualımıza. 4-cü sualımıza baxaq. Deyir, alıcının, 4-cü sual, alıcının 223 manat pulu var. O, bazarda mağazadakından 4 dəfə çox pul xərclədi. Alıcının 13 manat pulu qaldı. Alıcı bazarda neçə manat pul xərclədi? Demək, alıcı pulların bir bazarda xərcləyir, bir də mağazada xərcləyir. Demək, yazaq bazar, bir də mağaza, baş hərflərini yazaq. Deyir, o bazarda mağazadakindən 4 dəfə çox pul xərclədi bazarda. Mağazada nə qədər xərcləyib mən bilmirəm. Bilmədiyimə görə 1 kvadrat verirəm bura.
Amma bazarda bundan 4 dəfə çox pul xərcləyib. 4 dəfə çox xərcləyibsə, 1 kvadratı 4-ə vuruq. Olacaq neçə kvadrat? 4 kvadrat. 4 dəfə dediyinə görə uşaqlar 4 dənə kvadrat çəkdim. Amma 4 vahid desəydi üstə gələrdim 4. Və deyir ki, 223 manat var idi axı. 13 manat qalır. Ona görə biz baxaq bu həm mağazada, həm bazarda cəmi nə qədər pul xərcləyib. Bunu tapmaq üçün 223-dən çıxaram 13-ü. Çünki 13 manatı qalıb da, hamısını xərcləməyib. 3-dən 3 çıxanda 0, 2-dən 1 çıxanda 1, bu da bura gəldi 2. 210 manat xərcləyib. 210 manatı harda xərcləyib? Bu mağazada və bazarda xərcləyib. Bu 210 manat neçə dənə kvadrata bərabərdir? Mağazada 1 kvadrat qədər xərcləyib, bazarda 4 kvadrat qədər xərcləyib. Yəni 4 kvadrat üstə gəlsin 1 kvadrat bərabərdir 5 kvadrat. 5 kvadrat qədər xərcləyib. 5 kvadrat neçə manata bərabərdir? 210 manata bərabərdir. Yəni buradan yazıram. 5 kvadrat bərabərdir 210 manat. Demək 210 neçəyə böləcəm? 5-ə böləcəm ki, 1 kvadratın neçə manata bərabər olduğunu tapaq. Buradan yazıram 210 manat bölünsün 5 bərabərdir. 21-in içində 5 4 dəfə, onun içində 5 2 dəfə. Demək 1 kvadratımız 42 manata bərabərmiş. Yazıram kvadratların içindən 42, 42, 42, 42, 42. Aydın oldu yəqinsə. Deyir, alıcı bazarda neçə manat pul xərcləmişdir? Mağazada soruşsaydı 42 idi. Amma bazarda soruşduğuna görə biz nə demək? 42 neçəyə vurmalıyıq? Kvadratın sayı nə qədərdirsə ona vurmalıyıq. Kvadratın sayı 4-dürsə 42-ni 4-ə vururuq uşaqlar. 4-ü vururam 2-yə 8, 4-ü vururam 4-ə 16. 168. Demək, alıcı bazarda 168 manat xərcləyib ki, bu da D variantında yazılmışdır. Keçək uşaqlar 5-ci tapşırığımızın izahına. 5-ci tapşırıqda görə nə deyir bizə? Bağda 126 meyvə ağacı var. Alma ağacları gavalı ağaclarından 2 dəfə, armud ağacları isə gavalı ağaclarından 3 dəfə çoxdur. Uşaqlar, baxın, bağda neçə alma ağacı var? Sualımız budur. Amma bundan əvvəl baxaq ki, alma ağacı var, gavalı ağacı var və armud ağacı var. Yazıram alma, gavalı, armud. Hissə isə nə deyirsə yazıram. Cəmi deyir ki, 126 meyvə ağacı var. Cəmini də buradan yazıram. Böyük mötərizədən sonra yazıram da cəmi 126. Sonra deyir ki, alma ağacları gavalı ağaclarından 2 dəfə. Alma gavalıdan 2 dəfə. Mən bəyəm gavalı ağacların sayını bilirəmmi? Xeyr. 1 kvadrat verirəm bura, yazıram. Alma bundan 2 dəfə çoxdur. 1 kvadratı 2-yə vursam neçə olacaq? 2 kvadrat. Armud ağacları isə gavalı ağaclarından 3 dəfə çoxdur. Demək, gavalı ağacı 1 kvadrata bərabərdirsə, armud ondan 3 dəfə çoxdursa, 3 dənə kvadrat yazacağım. 3-ə vururuq da 1 kvadratı. 3. Bəli, sonra deyir ki, bağda neçə alma ağacı var? Tam hissə modelimizi qurduq. Yenə deyirəm, tam hissə modeli düzgün qurulması məsələnin 50%-in həll olması deməkdir. Yəni, düzgün qurulmasa nə eləsək də məsələ düzgün həll olunmaz. Bəli, tam hissə modelimizi qurduq. İndi baxırıq uşaqlar, 126 neçə dənə kvadrata bərabərdir? Axı, bunun cəmini göstərir burada. Sayırıq 1, 2, 3, 4, 5, 6. Demək, 6 dənə kvadrat bərabərdir 126-ya. Bir kvadratı tapmaq üçün nə edirəm? Davamı buradan yazıram. 126-nı bölməliyim. Təbii ki, 6-ya. Bölünsün 6. Bərabərdir. 12-nin içində 6. 2 dəfə, 6-nın içində 6, 1 dəfə. Demək, 1 kvadratımız nəyə bərabərdir? 21-ə bərabərdir. Bax, hamısının içində 21 yazıram. 21, 21. Baxın, 1 kvadratı harada görsək burada 21-ə bərabər olacaq. İndi nəyi soruşursa bizdən, biz ona baxırıq. Deyir, alma ağacı. Neçə alma ağacı var? Alma ağacı burada düzdürmü uşaqlar? 2 dənə kvadratdır. Bizim 1 kvadratımız da 21-dirsə, 21-i 2-yə vururam, bərabərdir 42 olacaq.
Doğru cavabımız D variantıdır. Yox, bizdən gaval cavabı tapdıq 42-dir heç. Yox, bizdən əgərsələri gavalını soruşsaydı, elə 21-i götürərdik. Çünki gavalı bir dənə kvadrata bərabərdir. Yox, bizdən armudu soruşsaydı, 21-i 3-ə vurardıq. Yəni 63 götürərdik. Amma bizdən almanı soruşduğuna görə 2-yə vurduq. Doğru cavabımız oldu hansı? D variantı. Yəni bunu götürün buradan. Bu üstündə işləyək. Demək 6-cı sualımıza baxaq. Perimetri 260 belə qaldırım. 64 cm olan düzbucaqlının uzunluğu enindən 3 dəfə böyükdür. Bu düzbucaqlının sahəsi nə qədərdir? Bu məsələni həll etmək üçün biz düzbucaqlının ümumiyyətlə perimetrini tapmasını bilməliyik. Sahəsini hesablamağın düzgün yolunu bilməliyik. Sonra bunları tapa bilməliyik. Və bir düzbucaqlıdan söhbət gedir uşaqlar. Baxın, buradan çəkirəm. Qırmızı ilə çəkeyim. Bir düzbucaqlıdır bu. Düzdürmü? Düzbucaqlı. Və bu düzbucaqlının bəlkə buradan bəlkə lövhə açın, burada qarşılıq olmasın. Hələ bunun üçün lövhə açın. Bir düzbucaqlı çəkirəm buradan mən. Və perimetri 264 olan, bax bu bunun perimetri, baxın bu düzbucaqlının perimetri, P'si 264 santimetrə bərabərdir. Perimetri nədir uşaqlar? Bax tutaq ki, heç özümüzdən bu qalsın bir yana. Tutaq ki, bu düzbucaqlının eninə 4 desəm, uzunluğuna 6 desəm, perimetrini tapmaq üçün 4 ilə 6-nı toplayıb 2-yə vura bilərik də, düzdürmü? 4 üstə gəl 6 vura bilərik 2-yə, 20 ala bilərik, düzdürmü? Yəni perimetrin bir neçə usulla tapmaq olur. Ən yaxşı usul budur. Və yaxud biz burada 6 yaza bilərik, 6 ilə 6-nı toplaya bilərik. Burada 4-ü yaza bilərik, 4 ilə 4-ü və bunların cəmini tapa bilərik. Amma yadınızda saxlayın ki, bu usulu yadda saxlayın. N ilə uzunluğu toplayıb 2-yə vurmaq ən yaxşı usuldur ki, müəyyən belə deyim də yerlərdə sizə lazım olacaq. Bu tip məsələlərdə sizə lazım olacaq. Bunu silək. Demək uzunluğu falan. İndi uşaqlar biz bu düzbucaqlının perimetrini bilirik ki 264 santimetrə bərabərdir. Mənə lazımdır bu düzbucaqlının eni və uzunluğunun cəmi. Bunu tapmaq üçün nə etməliyəm? Mən 264-ü, yəni deyirəm, bir neçə yolla tapmaq olar, amma bu yolla göstərmək istəyirəm sizə ki, bu yolu öyrənəsiz. 264-ü 2-yə bölürəm. 2-nin içində 2 bir dəfə, 6-nın içində 2 3 dəfə, 4-ün içində 2 2 dəfə. Demək, bu düzbucaqlının eni ilə uzunluğu uşaqlar 132-yə bərabərdir. Yəni n ilə mən uzunluğunu toplasam 132-yə bərabər olacaq. Yəni bu n ilə bu uzunluq 132-dir ki, buradakı n ilə buradakı n 132 olar ki, onları toplayanda 264 versin bizə. İndi məsələmizə qayıdaq. Yəni başqa yolla da bunu göstərəcəm. Çalışıram ki, sizə aydın olsun. Uzunluğu ilə 3 dəfə böyükdür. Və bizə deyir ki, mən bilirəm ki, bu düzbucaqlının eni ilə uzunluğunu toplasam 132 verəcək. Məsələdə bizə deyir ki, düzbucaqlının uzunluğu enindən 3 dəfə böyükdür. Yəni eni hər nə qədərdir bilmirəm. Bilmədiyimə görə mən bura 1 kvadrat verirəm. Uzunluğu bundan 3 dəfə böyükdür. Yəni 3 kvadrata bərabərdir. 1 kvadratı 3-ə vuranda 3 kvadrat olur. 3 kvadrata bərabərdir. Və mən də burada tapdım ki, bunun eni ilə uzunluğu 132-yə bərabərdir. Yəni n 1 kvadrat, uzunluğu 3 kvadrat, baxın 3 kvadrat. Bu da bərabərdir 132-yə. Bunu tapmaq üçün nə edərəm? 132-ni böləcəm 4-ə. Çünki burada 4 dənə kvadrat var. Biri bu, biri bu, biri bu, biri də bu. 4 dənə kvadratı 4-ə bölürəm. Anne daha başlayacağım. Yaxşı. Demək 132 bölünsün 4, 13-ün içində 4. 3 dəfə, 12-nin içində 4, 3 dəfə. Bir kvadratımız bərabər oldu 33-ə. Bizə nə deyir? Bu düzbucaqlının sahəsi nə qədərdir? Bir düzbucaqlının
eni bir kvadrata bərabərdirsə, bir kvadratımızı tapdıq 33. Uzunluğu 3 kvadrata bərabərdirsə, 33'ü vururam 3'ə bərabərdir 99. Baxın, yəni bu da 33'dür. Baxın, qoy burada yazım. Baxın, bu 33'ə bərabərdirsə, bu 33'ə bərabərdirsə, bu 33'ə bərabər 3 dənə 33 99'u verir bizə. Və sahə təbii ki, daxilindən söhbət gedir. Sahəni tapmaq üçün nə etməliyik? Uşaqlar, eni uzunluğa vurmalıyıq. Eni uzunluğa vuraq. Demək, yəni 99'u vururuq 33'ə. 3'ü 9'a vuranda 27, 2 yadda. 3'ü 9'a vuranda 27, o da 29. Elə bunu da 3'ü də 99'a vuranda 297 eləyir. Və bunları toplayırıq 7, 16, 1 yadda 11, 12, 2, 3. 3267. Yəni bu düzbucaqlığın sahəsi 3267 elədir ki, bu da C variantında verilib. Gəlin bunu bir başqa yolla da izah edim. Əslində başqa yol deyəndə nəyi nəzərə tuturam? Bir yenə düzbucaqlı çəkirəm mən. Və mənə deyir ki, səliqəli alınmadı. Mənə deyir ki, burada perimetr falan uzunluğu enindən 3 dəfə böyük olan. 3 dəfə böyük olan deyirsə, eninə 1 kvadrat deyirəm, uzunluğuna 3 kvadrat deyirəm. Düzdürmü? Uzunluğu enindən 3 dəfə böyüdür. Mən bilirəm ki, bu düzbucaqlının əgər bir tərəfi eni 1 kvadrata bərabərsə, qarşısında olan tərəf də 1 kvadrata bərabər olur. Çünki düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabər olur. Baxın, bu uzunluq 3 kvadrata bərabərsə, bax, buradakı uzunluq da 3 dənə kvadrata bərabər olacaq. Aha. Və deyir ki, bunun perimetri 264'ə bərabər. Perimetrdə bütün tərəflərin uzunluqları cəmidir. Yəni, bütün bu kvadratları saysaq, 264'ə bərabər olar. Mən də kvadratları sayıram. Baxın, biri burada, 2 dənə, 3 dənə burada, 3 dənə burada. Demək, 6, 7, 8 dənə kvadrat oldu. 8 dənə kvadrat nəyə bərabərdir? 264'ə bərabərdir. Baxın, 264. Və 264'ə 8'ə böləcəm ki, 1 kvadratı tapacaq. 264 bölünsün 8 bərabərdir. 26'nın içində 8 3 dəfə, 24'ün içində 8 3 dəfə. Yəni də 1 kvadratın 33'ə bərabər olduğunu gördüm. Yəni bu 33'ə bərabərdir. Enin tapdıq. Uzunluğunu tapmaq üçün nə edərik? 1 kvadrat 33'dürsə, 3 dənə kvadrat tapmalıyam. Yəni 33'ü vurmalıyam 3'ə. Bərabərdir 99. Uzunluğunu da tapdıq 99'a bərabərdir. Bizdən sahəsini soruşsa, sahə daxildən söhbət gedir. Yəni eni uzunluğa vurmalıyıq. Sahə də S hərfi ilə işarə olunur. 33 vurulsun 99 bərabəri tapmışdıq bayaq. 3267 kvadrat santimetr. Sahədə kvadrat, baxın bu 2 yazılır burada. Doğru cavab oldu yenə də C variantı. Baxın bu yolla da göstərdim. Digər yolla da göstərdim. Hansı sizə rahatdırsa ona istifadə edə bilərsiniz. Gəlin baxaq 7'yə. Bizə deyir ki, hər biri özündən əvvəlkindən 2 dəfə böyük olan 3 ədədin cəmi 301'dir. Ən böyük ədədlə ən kiçik ədədin fərqi neçədir? Baxın, özündən əvvəlki 3 ədəd var. 1 ədəd, 2 ədəd, 3 ədəd. Baxın, hər biri özündən əvvəlkindən 2 dəfə böyük olan. Bax, birincisini bilmirəm nə qədərdir. Amma ikincisi özündən əvvəlki budur da 1'dir, düzdürmü? Ondan əvvəlkən 2 dəfə böyüdür. 2 dəfə böyüdsə buna 2 kvadrat yazmalıyım. Çünki 1 kvadratı 2'yə vuranda 2 kvadrat edir. Üçüncüsü də uşaqlar. Özündən əvvəlki hansıdır? Bu 2 kvadratdır da. 2 dəfə böyük olması üçün 2 kvadratı 2'yə vuranda neçə edir? 4 kvadrat. 1, 2, 3, 4. 4 kvadrat edir. Və bunların cəmi, yəni hamısını toplasa 301'i verəcək. İndi uşaqlar biz 301'i neyniyərik? Bu kvadratların sayına bölərik. Sayırıq neçə kvadrat var? Burada 4 kvadrat var. Bu 2 kvadrat 6 kvadrat. Bu da 1 kvadrat 7 kvadrat.
7 dənə kvadrat əgər bərabərdirsə 301-ə, bir kvadratı tapmaq üçün 301-i bölməliyik neçə? 7-yə bərabərdir. 30-un içində 7 4 dəfə, 21-in içində 7 3 dəfə. Demək, bir kvadratımız 43-ə bərabərdir. Bizə nə deyir burada sualda? Deyir, ən böyük ədədlə ən kiçik ədədin fərqini tapın. Ən kiçik ədədimiz onsuz da bir kvadratı 43 tapdıq, düzdürmü? Ən böyük ədəddə görürük ki, burada 4 dənə kvadrat burada. 43, 43, 43, 43. Ən böyük ədədi tapaq. Ümumiyyətlə, ədədlərin hamısını tapaq. Birincisi 43 idisə, ikincisi 2 dənə 43-dür. Yəni, 43 üstə gəl 43 və yaxud 43-ü toplayaq 43-ə. Bərabərdir neçə eləyəcək? 86 eləyəcək, düzdürmü? Üçüncüsü 4 dənə 43-dür. Yəni, 43-ü vuraq 4-ə. 4-ü 3-ə vuranda 12, bir ya da 4-ü 4-ə vuranda 16 da 1, 17. Yəni, 172-yə bərabərdir. Yəni, ədədləri burada yazsaq biz yuxarıdan. Birincisi 43'dür, ikincisi 86'dır, ikinci deyəndə sonraki ədəd, üçüncüsü 172'dir. Və bizə deyir ki, burada ən böyük ilə ən kiçik ədədin fərqi, yəni böyükdən kiçiyi çıxaq. Ən böyüyü 172 idi, ən kiçiyi 43 idi. Biz fərqini tapırıq deyə çıxırıq. 12-dən 3 çıxanda 9, 6-dan 4 çıxanda 2, bir də ki gəlir düşür bura. Olur 129. Bunların fərqi B variantında göstərilib. Bu da ki, yəqin ki, aydın olar sizə uşaqlar. Keçək 8-ci tapşırığımıza. Məktəbdə 978 şagird oxuyur. Qızların sayı oğlanların sayının 2 mislindən 12 nəfər çoxdur. Məktəbdə neçə qız var? Məktəbdə oğlanlar var. Təbii ki, sinifdə bir də qızlarımız var. Qızların sayı oğlanların sayının 2 mislindən 12 nəfər çoxdur. Biz bəyəm oğlanların sayını bilirikmi? Biz onu 2-yə vuraq. Xeyr, bilmirik. Bilmədiyimizə görə bir kvadrat oğlanların sayına veririk. Qızların sayı, oğlanların sayı 2 misli deyirsə, bir kvadratın 2 mislini tapırıq. 2 misli də 2-yə vurmaq deməkdir. Yəni 2 dəfə 2 kvadrat çəkirik. Və 2 mislindən 12 nəfər deyir, dəfə demir. 12 nəfər çox deyirsə, üstə gəlirik 12. Və bunların cəmi də əvvəl vermişdi bizə. 978 bərabərdir. Bu məktəbdə neçə qız oxuyur? Uşaqlar, nə edirik? Bu oğlanların sayıdır, bu da qızların sayıdır. Baxın, bu cəmlə üstə gəl 12-ni çıxırıq. 978 çıxılsın 12. Üstə gəl 12 isə çıxırıq, əksinə eləyirik. Yox, çıx 12 olsaydı üstə gəl edərdik, əksinə eləyərdik, yazardım. Çıxırıq 8-dən çıxırıq 2, 6, 7-dən çıxırıq 1, 6, bu da 9 gəlir və 9 da bu. 966. Baxın uşaqlar, bu 12-ni çıxandan sonra, belə eləməyində çaşacaqsınız. Demək, bu 12-ni çıxandan sonra burada nə qaldı? 2 kvadrat aşağıda qaldı, 1 kvadrat da yuxarıda qaldı. Neçə kvadrat qaldı? 3 kvadrat. Buna görə 966-nı bölürük 3-ə, bərabərdir. 9-un içində 3 dəfə, 6-nın içində 2 dəfə, digər 6-nın içində 2 dəfə. Artıq yəni bölməni özünüz bilirsiniz deyənə çox üstündə qalmıram. 332. Bir kvadratımız 332-yə bərabərdir. Demək, oğlanların sayı 332 yox, 322 üzr istəyirəm, 322. Oğlanların sayı 322 nəfərdir. Amma bizdə oğlanların sayı yox, qızların sayını soruşduğuna görə, baxın, hər kvadrat 322-dir axı. 322-ni vuraram 2 kvadrat olduğuna görə 2-yə. 2-ni 2-yə vuram 4, 2-2-nə vuram 4, yəni bax belə vuram da belə. Vuram 4, 2-ni də 3-ə vuram 6. 644 deyil ha, bu 12-ni də gəlməliyəm. Demişdi axı, işte 12 vahid, yəni burada demiş çoxdur. 644-ün üstünə gəlirik 12, bərabər 4 ilə 2-ni toplayıram 6, 4 ilə 1-i toplayıram 5, bu 6-nı da gətirib qoyuram bura. 500, 656.
Yəni qızların sayı 656 nəfərə bərabərmiş. Oğlanların sayını bildik ki 300 neçə nəfərdir? 22 nəfərdir. Və doğrudan da siz yoxlasaz 322-ni 2-yə vursaq, üstünə 12 nəfər gəlsək 656 ədədini verəcək bizə. Və belə yoxlaya bilərsiniz, yəni. Doğru cavab 656-dır. Keçək 9-cu sualımıza. 9-da. Biri o birindən 6 vahid böyük olan 2 ədədin cəmi 48-ə bərabərdir. Bu ədəd neçədir? Biri o birindən 6 vahid böyük olan. Vahid deyir ha, dəfə demir uşaqlar, diqqətli olun. Biri o birindən 6 vahid böyüdürsə, mən birin bilmirəm. Düzdürmü? Və yaxud o birin bilmirəm də. Birini ondan artırım. Bilmədiyimə görə bir kvadrat deyirəm. Digəri də ki, ondan 6 vahid böyüdür. Üstə gəl 6 yazıram. Və 2 ədədin cəmi 48-ə bərabərdir. Bu digərlərinə baxıla daha rahatdır. Və tam hissə modelimizi qurduq. Tam hissə modelimizi də həll edək. 48-dən, burada üstə gəl 6-dırsa çıxırıq. 48 çıxılsın 6 bərabərdir 42-yə. Və 6-nı çıxdıq, burada qalan nə qaldı? 2 dənə eyni kvadrat qaldı. 42-ni də bölürük 2 dənə. 2 kvadrat olduğuna görə 2-yə. Edirik 21. Demək kvadratların biri 21-ə bərabərdir. Bax, bu içinə yazıram. 21. 21-ə bərabərdir. Bizə deyir, böyük ədəd neçədir? Böyük ədəd kvadrat üstə gəl 6 idi. Düzdür mü uşaqlar? Yəni, kvadratımız 21-dirsə, 21 üstə gəl 6 bərabərdir. 27-yə bərabərdir. Yəni, doğru cavabımız 27-dir. Bu 9-cu sualımızın izahı. Baxaq, indi biz 10-cu sualımıza. Biri digərinə 5 dəfə, bax, burada 5 dəfə deyir. Baxın, burada 4 vahid deyirdi, burada 5 dəfə deyir. Böyük olan 2 ədədin fərqinin yarısı 24-ə bərabərdir. Böyük ədəd neçədir? Biri digərindən 5 dəfə böyüdürsə, birinə 1 kvadrat deyəcəm. Baxın, o biri ondan 5 dəfə böyüdür, ona 5 dənə kvadrat deyəcəm. 1, 2, 3, 4, 5. 5 dəfə böyüdür. Uşaqlar, yenə deyirəm. Biri digərindən 5 dəfə böyüdür. Baxın, bu biri bundan 5 dəfə böyüdür. 2 ədədin fərqinin yarısı 24. Baxın, yəni fərqi dediyi aşağıdakindən yuxarıdakini çıxsaq, bunların fərqi, aldığımız hər hansı bir cavabın yarısı 24-dür. Yarısı 24-dürsə, o zaman 24-ü mən 2-yə vururam ki, elə fərqin özünü tapıram da. 24-ü 2-yə vuranda 48. Demək, bunların fərqi 48-ə bərabərdir. Fərqi deyəndə nə demək istəyirik? Yenə deyirəm uşaqlar. Yəni, bu 5 kvadratdan 1 kvadrata çıxsa, baxın, 5 kvadratdan çıxıram 1 kvadrat. Necə kvadrat olur? 4 kvadrat. Yəni, 4 kvadrat 48-ə bərabərdir. Buna görə də 48-i bölürəm 4-ə bərabərdir 12. Demək, 1 kvadratımız 12-dir. Buradan yazıram 12. 1 kvadrat. Yəni, kvadratın biri 12-yə bərabərdir. Və bizə deyir ki, böyük ədəd neçədir? Təbii ki, böyük ədəd aşağıdakidir. Düzdürmü uşaqlar? Aşağıdakı 5 dənə kvadrata bərabərdir. Yuxarıdakı 1 dənə kvadrat. Böyük ədəd 5 dənə kvadrat olacaq. 1 kvadratımız da 12-dirsə, 12-ni də 5-ə vuranda edir 60. Demək, böyük ədədimiz 60-dır. Uşaqlar, demək, bu səhifədə olan bütün tapşırıqların izahını verdim. İnanıram ki, dinləyib başa düşəcəksiniz. Qaranlıq qalan məqam olmaz. Sağ olun uşaqlar.